Bir ad var ki, 100 ildən çoxdur gözəlliyin simvoludur. L'Oreal. Hekayə 1909-cu ildə Parisdə başladı. Gənc fransız kimyagər Eugene Schuller qadınların saçını zədələmədən rəngləyə biləcək ilk təhlükəsiz saç boyasını yaratdı. O bu yeniliyə L'Oreal adını verdi. Mənası fransızcadan tərcümədə işıq ailəsi, parlaqlıq deməkdir. Kiçik bir laboratoriyada doğulan bu ideya bu gün də 150-dən çox ölkədə milyonlarla insanın seçdiyi bir imperiyaya çevrildi. Garnier, Maybelline, Lancome, Kerastase, Matrix hamısı L'Oreal ailəsinin bir parçasıdır. Bu brend təkcə gözəllik deyil, həm də elm və innovasiyanın gücüdür. L'Oreal illərdir təbiətə dost məhsullar yaradır, qadınların iş və həyatdakı rolunu dəstəkləyir və dünyanı dəyişən trendlər formalaşdırır. Bir ideyadan doğan bu ad bugün bir simvoldur. Özünə inam, zəriflik və parıltı. L'Oreal, çünki sən buna layiqsən.